Herkese salam. YouTube kanalıma xoş gəlmisiniz. 2 il sonra YouTube kanalıma xoş gəlmisiniz. Bilirəm ki, uzun müddətli video çəkmirəm. Buna vaxtım və motivasiyam olmadı. Ümumiyyətlə həyatımda da çox dəyişikliklər olduğu üçün buna özümdə motivasiya tapmadım. Amma nəhayət ki, kamera qarşısındayam və olduqca da həyəcanlıyım uzun zaman sonra video çəkdiyim üçün. Bugünkü videom alman dilini necə öyrəndiyim haqqında video olacaq. Əslində hələ də öyrənirəm. Hələ ki A1 səviyyəsindəyəm. Yəni hətta A1 səviyyəsini bitirmək üzrəyəm, amma hal-hazırda təkrar prosesindən keçir. Mən B1 səviyyəsinə hazırlaşıram, çünki Almaniyada iş vizası almaq üçün, Ausbildung eləmək üçün B1 səviyyəsinə ehtiyac var. Hətta bəzi yerlərdə B2 səviyyəsinə ehtiyac var. Ümid edirəm ki, öyrənə bilərəm. İlk öncə qrammatikadan başlamaq istəyirəm. Qrammatikanı necə öyrəndim? Ki, Alman dilinin qrammatikası çətindir. Mən ilk dəfə başlayanda əslində çox araşdırdım, çox götür-qoy elədim. İlk öncə kitabla başlamağa çalışdım, yəni qrammatika kitabından və içərisində ona çalışmalar olan bir kitabdır. Ki, bu onsuz da Almanca öyrənənlərin çoxsu bu kitabdan istifadə edir. Amma mənim Almanca heç bir bilgim, bir məlumatım yox idi. Yəni mən tamamilə sıfırdan başlayırdım, hətta hərflərdən, səslərdən başladım. Ona görə də mənim üçün bu yaxşı ideya olmadı. Nə yalan, ümumiyyətlə bu hər kəs üçün belədir. Çünki ilk dəfə əgər bu dillər haqqında heç bir bilgimiz, heç bir məlumatımız yoxsa birdən-birə o kitabları açıb oxumaq, qrammatika kitablarına məruz qalmaq o qədər də sağlam bir öyrənmə metodu deyil mənə görə. Çünki biz bu dili bilmirik və bu bizi qorxuda bilər, motivasiyadan sala bilər. Çünki məndə belə oldu. Mən bir neçə həftə həqiqətən o kitaba baxdım, sonra o kitabdakı strategiyaları görməyə çalışdım. Nədir bu cümlələr niyə belədir? Həqiqətən də çətin idi və motivasiyadan da düşürdüm. Elə bilirdim ki, mən bu dili heç vaxt öyrənə bilməyəcəm. Çünki Almanca onsuz da çətin bir dildir və bu prosesi özüm üçün də biraz da çətinləşdirmişdim başlanğıcda. Amma sonra YouTube kanallarını araşdırmağa başladım. Fikirləşdim, bu daha yaxşı ideya ola bilər. Çünki ən azından bildiyim bir dildə, ingilis dilində ya da türk dilində ya da Azərbaycan dilində mənə biri başa salsa, ondan sonra çalışmalarla da, o mətnlərlə də daha yaxından tanış olmuş olaram. Ki, belə də elədim. YouTube'da bir çox kanallardan sonra Kolay Almanca deyə bir səhifə var ki, linkini də aşağı açıqlamalara buraxacağam istəyənlər üçün. Oradan qrammatika dərslərinə başladım. Qrammatika dərsləri ilə yanaşı, həm də artıq kitabda da paralel olaraq gedirdim. Yəni, hər qrammatika dərsindən sonra kitabda da çalışmalar eləməyə çalışırdım. Əlavə olaraq da təbii ki də videolar izlədikcə qeyd götürürdüm. Ki, bu həqiqətən də bunu dırnaq içində qeyd eləməyə, əsas qeyd eləmək istəyirəm ki, hər hansı dili öyrənməyə başlayanda dəftər tutmaq mütləqdir. Yəni, həm birinci videoda ya da atıram kursa gedirsinizsə müəllimin dediklərini qeydə almaq üçün, sonradan təkrar almaq üçün önəmlidir. Həm də bu əzbərə də çox kömək edir. Çünki dil öyrənmək demək olar ki, əzbər deməkdir. Yəni, ancaq nələrsə öyrənməlisən, əzbərləməlisən. Ki, Almancada xüsusilə elədir mənim üçün həqiqətən. Həm də orada deyilən sözlər yazırdım, tərcüməsini yazırdım və bu mənim ağlımda daha yaxşı qalırdı. Çünki bir dəfə videodan eşidirsən, ikinci dəfə onun o cümlələrdə necəsə işlədir və sən də onları yazırsan və yadında söz daha yadında qalır. Yəni deyə bilərəm ki, bu metod mənim əzbərləməyim üçün, yəni həm praktiki olduğu üçün daha çox yadımda qalır. Ki, mən onsuz da sözləri elə düz yazıb əzbərləməyi xoşlamıram. Bu ingilis dilində də belə idi. Həmişə əgər bir kitab oxuyuramsa ya da bir film izləyirəmsə, serial izləyirəmsə, yəni hətta söz öyrənmək üçün serial izləyirdim. Həm çox işlənən ifadələr işlədirlər seriallarda. Ki, hələ ki, düzü çox da Alman dilində o qədər də hakim olmadığım üçün serial və film izləməyə hələ başlamamışam. Ki, A1 səviyyə filmlər izləyirəm təbii ki də, oradan yenə də sözlər çıxardıram, onları yazdıram. Yəni, dediyim kimi, düz söz öyrənmək, məsələn, məktəb vaxtı lüğətlər var idi. Bizdə lüğətlərdən verirdilər ingilis dilində. A hərfini əzbərlə, A hərfindən atıram 20 dənə söz əzbərlə. Amma bu heç doğru metod deyil. Məncə məktəblərdə bu metoddan istifadə etmək nə qədər düzgün idi, bilmirəm. Amma həm çox istifadə olunan sözlər olmur, həm də yəni boşu-boşuna sıxıcı bir vəziyyətə gətirir dil öyrənməyi. Amma filmlə ya da serialla ya da hər hansı bir YouTube videosu ilə öyrənmək ən yaxşı tərəflərindən biri odur ki, əyləncəli versiyaya gətirir. Həm oturub bir videoya baxırıq, sevdiyimiz bir şey eləyirik, xoşladığımız bir seriala baxırıq məsələn. Onu ingilis dilində ya da almanca baxırıq və həm də ki, bu sayədə dil də öyrənirik. Həm dinləmə bacarığı, həm də söz öyrənmə
söz bazamızı artırır. Dediyim kimi videoları bitirəndən sonra qrammatika olduğu kitabda, yəni əvvəlcə dediyim kimi heç nə başa düşmədiyim kitabda artıq bir yerdən sonra başa düşməyə başlamışdım. Hal-hazırda da onsuz da videoları bitirmişəm, qeydlərimi almışam və o yarıda qoyduğum kitablar üzərindən o çalışmaları edirəm. Və oradan sözlər də çıxır mənə. O sözləri çıxdıqca yazıram, sonra onları cümlədə işlədirəm. Cümlədə işlətdikcə də həm yazıb tərcümə eləyəndə bir ağlımda qalır, cümlədə işlətdikcə həm cümlə strategiyasında öyrənmiş oluram, daha doğrusu daha çox inkişaf etdirmiş oluram, həm də sözü fərqli yerlərdə işlədə bilirəm. Əsas nöqtələrdən biri də mənim üçün budur ki, Google Translate istifadə eləməmək. Çox belə təcili məqamlarda hansısa sözü o qədər də önəmli olmadığını düşünsəm ki, bu doğru deyil məncə. Onu bəlkə Google Translate ilə çevirərəm, amma normalda ChatGPT istifadə edirəm. Daha çox ChatGPT istifadə edirəm. Niyə? Çünki alman dilində sözlərin hamısı o qədər fərqli işlənir ki, hər birinin öz artiklı var, artikellər belə dəyişir. Yəni mənim üçün ən çətin nöqtələrdən biri budur və hələ də bunda əziyyət çəkirəm, düzünü desəm, çox ağrılı keçirdim mənim üçün. Hər bir sözün öz artiklı olduğu kimi, yəni çox sözün hər feildə fərqli şəxs əvəzliklərinə görə işlənir. Və bunu da Google Translate yazanda sənə sadəcə onu tərcümə edə bilər. Amma sənə bunu cümlədə işlətməyəcək, açıqlama da verməyəcək. Ona görə həmişə ChatGPT-yə yazırdım və ondan açıqlamanı istəyirdim və o sözü cümlələrdə işlətməsini istəyirdim ki, bu necə işlənir. Hər şəxs əvəzliyinə görə feillər dəyişir. Məsələn, o feilləri də mənim üçün çevirməsini istəyirdim və təbii ki də qeydimi alırdım. Sonra bu, məsələn, 5 söz öyrənmişəmsə, o gün 5 söz öyrənmişəmsə, o 5 sözün haqqını verirdim. Yəni, o sözlərdən çalışmalar yazırdım, cümlələr yazırdım. ChatGPT-dən yenə də istəyirdim ki, mənə ingilis dilində o sözlərin işləndiyi cümlələr versin. Mən də o cümlələri alman dilinə çevirim. Yenə ChatGPT-yə göndərirdim və o mənim üçün tərcümə edirdi. Daha doğrusu, səhvlərimi düzəldirdi. Çünki mənim ana dilim Azərbaycan dilidir və ikinci dil olaraq da ingilis dilini öyrənmişəm və ona görə də bu iki dilin strategiyalarını, cümlə quruluşunu bilirəm, yəni cümlə strukturunu bilirəm. Ona görə də mənim üçün alman dili təzə bir dil idi və tamamilə bir cümləyə yeni bir söz əlavə eləsən, hər hansı modal feil əlavə eləsən, bütün cümlənin strukturu dəyişir. Ona görə də bunun üçün də davamlı olaraq məncə praktika, məncə yox, bu belədir. Cümlə yazmaq, onları işlətmək, sözləri öyrənmək, onları cümlələrdə istifadə eləmək inkişaf elətdirə bilər ki, mən hələ də bəzən səhvlər edirəm. Təzəcə də inşa yazmağa başlamışam ki, inşa yazmaq məncə ən yaxşı tərəflərindən biridir. Yəni götürüb belə akademik versiyada essay yazmıram təbii ki də. Sadəcə bildiyim sözlərdən istifadə edirəm, işim nədir, məşğuliyyətim nədir, gün ərzində nələr edirəm ki, inşa yazmağa dediyim kimi təzə başlamışam, çünki söz bazam hələ indi özünə gəlir. Əlavə olaraq da tərcümə üçün sizə bir dənə də lüğət önərmək istəyirəm ki, bu da Pons lüğətidir. Mən Almancadan ingilis dilinə istifadə edirəm. Almancada məsələn yazıram, sözü tərcümə edir və ingilis dilində hətta açıqlama da verir ki, bu söz necə işlənir, harda işlənir. Speaking üçün isə yenə ChatGPT-dən istifadə edirəm. Çünki ChatGPT-nin speaking, yəni danışıq inkişaf elətdirmək üçün çox yaxşı bir funksiyası var. Yəni qarşılıqlı onunla dialoq qursan, istənilən mövzuda dialoq qura bilirsən. Mən hər şey üçün onunla dialoq qururam, hər şey üçün danışıram. ChatGPT artıq həqiqətən yaxın dostuma çevrilib və ona deyirəm ki, mənə A1 səviyyədə suallar versin, bir-birimizlə A1 səviyyədə dialoq quraq ki, o qədər də sürətli dialoq qura bilmirəm. Təbii ki, bilmədiyim sözlər olur və onları öyrənirəm bu ərəfədə. Hansı sözləri çox işlətdiyimi görürəm gün ərzində, öz dilimdə, istər ingilis dilində olsun. O da mənə açıqlama eləyir, sonra yenidən dialoqa davam edirəm. Yəni gündə ən azından bunu 10-15 dəqiqə edirəm. Yəni gündə deməyim, nə vaxt ki Almanca dərs eləyirəm onda. Və Duolingo istifadə edirəm. Duolingonu isə nə üçün istifadə edirəm? Duolingoda bizə wow dərəcədə dərs demir. Mən təkcə tamamilə Duolingodan istifadə eləməyi qarşıya məgər dil öyrəniriksə, paralel olaraq irəliləməlidir. Sadəcə bəzi zamanlar olur ki, həm halım olmur dərs eləməyə, həm də oradakı sözləri Duolingo səni təkrar deyir. Duolingo sayəsində məsələn Duolingoda əgər 10 söz öyrənmişəmsə, 10 sözü həqiqətən çox yaxşı öyrənmişəm. Çünki dəfələrlə təkrar elətdirir. Yəni hətta sən orada qulaq asdırmaq üçün bəzi yerlər var ki, sən qulaq asırsan və
boşluqları doldurursan, bu da qulaq asmağa bir qədər kömək eləyir. Ki, qulaq asmağı bu şəkildə də mən inkişaf elətdirirəm. YouTube-da kanallar var alman dili üçün. A1 səviyyə kanallar, yəni A1 səviyyə filmləri var onların ki, onları da açıqlamaya qoyacağam. Mən bir müddət Almanca hazırlaşandan sonra bir film var idi, 2 saatlıq A1 səviyyə idi. Əyləncəli bir film idi. Oradan sözləri yazdım, bilmədiyim sözləri və filmə baxdım, baxdıqca yazdım, əzbərlədim. Amma yəni məsələn 2 saatlıq filmi mən bəlkə də 10-15 günə qurtardım. Çünki hər gün 20 dəqiqə, 10 dəqiqə belə-belə ilərləyirdim, həm də sözləri yazırdım. Qayıdıb təzədən o səhnələrə baxırdım. O sözlərin hamısını çıxardandan sonra, filmi full izləyib qutarandan sonra qayıdıb təzədən sözləri əzbərləyib və təzədən filmi başdan izlədim. Həm dinləməyimə çox kömək oldu, həm də ki o sözləri artıq bilirdim, o sözlərin tələffüzünə kömək olur bu. Eyni taktikanı ingilis dilində də eləyirdim. O dönəmdə Friends serialını izləyirdim. Friends serialı izləyəndə də yenə 20 dəqiqə, bir seriyası 20 dəqiqə idi. 20 dəqiqəni bilmədiyim sözləri çıxardırdım, onları tərcümə eləyirdim, qayıdıb təzədən onlara baxırdım, necə tələffüz eləyirlər. Təzədən yenidən alt yazısı sadəcə dinləməklə oturub seriala baxırdım ki, günlük ifadələr çox öyrənirdim və bu baxdığım filmdə də hansı ki A1 səviyyə olan, hansılar ki kitabda da var, o sözlərdir. Yəni çoxu o sözlərdir və mən bir də bir şey edirəm ki, yazdığım mətnləri, yəni ki, yazdığım inşaları səssiz oxuyuram, onları səsini yazıram və özüm qulaq asıram ki, görüm mən necə tələffüz edirəm. Həm də ki, üzündən belə oxusan, sözləri tələffüz eləməyə və o sözləri öyrənməyə, işlətməyə, yəni danışmağa praktika eləyirmiş kimi olur. Hələ ki, istifadə elədiyim taktikalar bu qədərdir. Çünki hələ ki, yeniyəm. Bəlkə də zamanla öyrəndikcə daha çox nələrsə kəşf eləyəcəm. Ümid edirəm ki, sizin də işinizə yarayar. Bilirəm, başa düşürəm, dil öyrənmək həqiqətən çətin bir prosesdir. Çünki yəni, başqa bir dil öyrənirik, yeni bir insan olmaq kimi bir şeydir mənim üçün. Səhv eləmək ya da səhv yazmaq, səhv danışmaq, bunlardan heç bir dil öyrənəndə heç vaxt qorxmamışam. Çünki bilirəm ki, bu bizim ana dilimiz deyil. Hansı səviyyədə oluruqsa olaq, səhv eləyə biləcəyik, səhv eləyə bilərik. Bu mümkündür. Hətta ana dilimizi belə vav dərəcədə bilmirik biz. Bəzən bilmədiyimiz sözlər olur, bəzən onda belə çaşırıq. Yəni, başqa dil danışmaqda, öyrənməkdə özümüzü həqiqətən incitməyək. Dil öyrənmək disiplindir və disiplin isə ən yaxşı motivasiyadır mənə görə. Bunu əvvəl də demişəm. Çünki əgər dil öyrənirəmsə və bir irəliləməm varsa və artıq mətnləri oxuyanda onları başa düşürəmsə, artıq bir cümlə qura bilirəmsə, dərdimi az da olsa başa sala bilirəmsə, bu həqiqətən də mənə motivasiya verir və mən hər gün dərs eləməyə kömək edən, dərs eləməyimi motivasiya verən bu irəliləmədir. Çünki irəliləmə olmasa motivasiyamız da öləcək. Ona görə qorxmayın. Yəni bir kitabı açıb oradakı sözləri başa düşməyəndə qorxmayın, araşdırın. Çünki internet var. İnternetdə istədiyimiz qədər mənbə tapa bilərik ki, mən də bu videonun altına qoyacağam. Belə bura qədər. Biraz həyəcanlı olduğum üçün çox dağınıq danışmış ola bilərəm, sürətli də danışmış ola bilərəm. Ümid edirəm ki, bəyənərsiniz. Özünüzə çox yaxşı baxın. Gəlin videolarda görüşərik.